Legal Media Qrupun istehsalı olan Ölümün Verdiyi Həyat bədii filminin qala nümayişləri böyük maraq və geniş tamaşaçı auditoriyası ilə davam edir. Filmin ilk qala gecəsi 7 may 2026-cı il tarixində Nizami Kino Mərkəzində yüksək səviyyədə təşkil olunaraq uğurla baş tutub. 7 may tarixində keçirilən qala gecəsində millət vəkilləri, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər xüsusi qonaqlar iştirak ediblər. 8 may tarixində baş tutan növbəti qala gecəsində isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, tanınmış yazıcı, şair Seyran Səxavət, bu canlıların oğlu cənabları, belə deyək, deməli mən, bu qəlbə bir şeydir, başıma belə hadisə heç vaxt gəlmir. Mən öz yaradıcılığımda, elə birdən Azərbaycanda da, imanım amat, Allah'a anlatım, bəlkə də dünyada ən böyük cümləni yazdım. Mədəniyyət və incəsənət nümayəndələri, eləcə də çox saylı tamaşaçılar iştirak ediblər. Vüsal Cəbrailoğlu'nun Ölümün Bəxş Etdiyi Həyat romanının motivləri əsasında ekranlaşdırılan film dram janrında çəkilib. Ekran əsərində insan taleyi, həyatın mürəkkəb seçimləri, itkilər, mənəvi sarsıntılar və insan ruhunun dönüş nöqtələri dərin emosional çalarlarla təqdim olunur. Filmin rejissoru Ramil Adiloğlu'dur. Rejissor ekran əsərində həyat və ölüm arasındakı incə sərhəddi, insanın daxili mübarizəsini və taleyin dəyişdirici gücünü xüsusi bədii dillə tamaşaçıya çatdırıb. Ölümün Verdiyi Həyat filmi tamaşaçını həyatın mənası, seçimlərin məsuliyyəti və insanın daxili dünyası barədə düşünməyə sövq edən təsirli psixoloji dram kimi diqqət çəkir. Taleyin dəyişdirici gücünü özündə birləşdirən güclü və təsirli bədii ekran əsəridir.